Ah, tamam. Deməli, baxıram sınav 14-ün izahına. Dil proqramı icrası zamanı klaviaturadan en natural ədəd daxil edilmişdir. Proqram təyinatını müəyyən edin. N-in yerinə bir dənə ədəd daxil edirəm. 4, K bərabərdir 2, M 0 verib. Deyir ki, 4 böyükdürmü 1-dən? Deyirəm, bəli. Deyir, 4-ün K neçədir? 2. 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirmi? Bəli, deyirəm. Və burada M 0 verir. Deyir, 0 fərqlidirmi 2-dən? Deyirəm ki, bəli. Deyir, onda m-i bərabər elə 2-yə. M bərabər eləyirəm 2-yə və bir dəfə printin K qiymətini çapa ötürürəm. Yəni 2 qiymətini çapa ötürmüş oluram. Bir də təzdən bu bayaqdan 4 almışdıq axı n-i biz. N-in K-ya, yəni 2-yə bölünməsindən alınan belə deyim, qismət neçəyə bərabərdir? Bərabərdir 2-yə. Bir də yuxarı qalxıram. 2 böyükdürmü 1-dən? Bəli. Sonra 2-nin 2-yə bölünməsindən qalıq 0-a bərabərdirmi? Buna da bəli deyirəm. Sonra mənə deyir ki, 2 fərqlidirmi 2-dən? Deyirəm ki, yox, fərqli deyil deyir deyə M-in 2 qiymətini olduğu kimi saxlayıram və çap eləməyə, yəni artıq ehtiyac yoxdur. Zaten bayaqda K-nı çap eləmişdik, K-nın 2 qiymətini. Bax, bu mənə K-nın bir dənə 2 qiymətini çap ötürmüş olur. Yəni, ancaq sadə vurğuları tapmış olur. Ədədin müxtəlif sadə vurğularını tapmış olur. Ona görə doğru cavab olur C variantı. Proqramın icrasından sonra nəticəni müəyyən edin. N-i 2, S-i 1 verib, K-nı mənfi 1 verib. Burada olur 1, vergül, n-in yerinə 2 qoyuram, 2 plus 1, 3-ə qədər. Yəni, biz 1 və 2 qiymətlərini götürəsirik i-nin. S burada bərabər olur. S-in qiyməti neçədir burada? 1. Yazıram 1, çıxılsın, mötərizəni açıram, 1 vurulsun, i-nin əvvəlcə 1 qiymətini götürürəm. 1 vurulsun 1, 1. Vurulsun, i-nin yerinə 1 qoymuşuq axı. 1 plus 1 eləyir 2. 2 vurulsun, K eləyir mənfi 2. Mənfi 2 etmiş olur. 1-i mənfi 2-yə vuranda alınır mənfi 2. Birdən də mənfi 2-yə çıxanda alınacaq 3. Mənfi nudur deyə olur 3. Sonra K-nı bərabərdir. Bayaq mənfi 1 idi. İndi müsbət 1-ə çevirmiş oluram. Bu səfər K müsbət olur. Bir də qalxıram yuxarı. Deməli, axı bizdə i-nin digər qiyməti durur. Bax, buradakı qiyməti, i-nin 2 qiymətini indi aparıb yerinə qoyacağım. Aha. İndi baxıram, i-nin 2 qiymətində yerinə qoyuram bunu. S bərabərdir. S-in əvvəlki qiyməti 3 idi. 3 çıxılsın, mötərizəni açıram. 3 vurulsun i-yə, yəni 2-yə. Vurulsun, mötərizəni açıram. 2 plus 1, 3. 3-ü vururam 1-ə. 3-ü vururam 1-ə, alınır 3. Bu da bərabər olur. 3'ü 2-yə vururam 6. 6-nı da 3-ə vururam, eləyir 18. 3 çıxılsın 18, bu da eləyir mənfi 15. Doğru cavab olur burada A variantı. Növbəti 3-cü suala baxaq. 3-cü sualı bir dəqiqə. Aha. Deməli, 3-cü sualda nə deyir? Deyir, simvol sayı 8 olan əlifbada neçə 5 simvolu müxtəlif sətir yaratmaq olar deyir. Bu nə deməkdir? 5 simvollu ədəd deyir də. Biz neçə ki 1, 2, 3, 4, 5. 3 simvollu, 4 simvollu ədəd düzəldirdiksə, burada da 5 simvollu ədəd düzəltməyimizi istəyir bizdən. Və 8 simvoldan istifadə olunub. 8 bu şəkildə simvoldan istifadə olunub. 8 simvollu əlifbada 0-dan 7-yə qədər ədədləri götürürük. Sayı 8 olduğuna görə hər mövqeyə 8 dənə ədəd qoymuş oluruq. Bu da eləyir 8 üstü 5. Yəni doğru cavab olur burada Y variantı. Sonra burada nə deyir? 1024 vurulsun 2048 qrafik təsvir RGB rəng modelində. RGB rəng modelində bir simvol 24 bit olmuş olur. Onun həcmini deyil, megabaytını hesablayın. 2 üstü 10 vurulsun 2 üstü 11 piksellər, vurulsun 24 bit, bərabərdir 2 üstü 21 vurulsun 24 bit etmiş olur. Cavabı məndən megabaytla ifadə eləməyimi istəyir deyə bu ifadəni böləcəm 2 üstü 23-ə. 2 üstü 23, 2 üstü 21 ilə ixtisar olunur. Aşağıda qalır 2 üstü 2, yəni 4. 4-dən də 24 ixtisar gedir. 24 4-ə bölürəm, alınır 6. Cavab olur 6 milyon. Düzəltmişəm bunu müəllimə. Aferin. Digər ikisini yazmışdın bəs? Bəli müəllimə, bura kimi düz yazmışam. Biraz içini qarışıq tapmışdım müəllimə. Aha. Aydın oldu indi. İkinci sualı biraz qarışıq işləmişdim, amma aydın oldu. Tamam. Amma düz yazmışdım. Əla. Onluq say sistemində verilmiş
16 üstü 16, 256 üstü 3, plus 49 ifadəni 16-lıq say sistemində deyir, təsvir edin. Yazıram əvvəlcə 16 üstü 16-nı, 2 üstü 4 üstü 16. Bu da eləyir 2 üstü 64 bərabərdir. 16-lıq say sistemini ifadə etmək üçün mötərizənin içində 16 yazıram. 64-ü almaq üçün isə qüvvətə 16-nı qeyd edirəm ki, 4-ü 16-ya vuranda 64 alınsın. Bu, bir yanında 16 dənə 0 deməkdir. 16 dənə 0. Digərinə baxıram. 256, 2 üstü 8, üstünə 3'ü yazıram. Bərabərdir 2 üstü 24. Bu da bərabərdir. 16'lığa çevirmək üçün mötərizənin içərisində 16 yazacağım. Yəni 2 üstü 4. 24'ü almaq üçün isə qüvvətdə 6 yazacağım ki, 6'ın 4'ü vurub 24'ü ala bilim. Bu da bir yanında 6 dənə 0 deməkdir. Bu da bir yanında 6 dənə 0 deməkdir. 6 dənə 0. Sonra növbəti 49. 49'un özünü də 16'lığa çevirmək üçün adi qaydada bölürəm. Alınır 3 dəfə, dəqiqə, 49'u 16'ya çevirəndə 3 dəfə olur. 48, qalıqda da qalır 1. Yəni 3, 1. Bax, Leyla. Bu bir yanında 16 dənə 0'dır. 16 dənə 0. Bax, bir yanında 16 dənə 0. 17 rəqəmli ədəddir. Üstünə gəlirəm. 1, 2, 3, 4, 5, 6. Bu da 1. 6 yanında, bir yanında 6 dənə 0'ı yazıram. Bir də 3, 1'i yazıram. Bax, bu şəkildə toplayıram. Nərgiz, Leyla, ədədimiz neçə rəqəmli olar? Hı? Mən 17 tapmışam. Biri nəzərə alaraq 17 Ay, sağ ol. Düz tapsan, doğru cavab olur. Bəli. Neçə rəqəmli? Sıfırların sayını sorsaydı ondan 6 Ay, götürərdim. sağ ol. Bəli. Doğru cavab olur. Düz deyirsən. Cavab olur 17. Sonra deyir, sistem proqram təminatına aid olanları deyir, müəyyən eləyin. Müəyyən eləyək. ScanDisk sistem proqram təminatına aiddir. ScanDisk diskin klasterlərində bəd klasterləri, bəd sektorları, klaster yox, üzr sayın, bəd sektorları, pis sektorları axtarıb tapmaqdan ibarətdir. Sistem proqramının utilitidir. Utilitlərin özü ümumiyyətlə sistem proqramına aiddir. Daha sonra əməliyyat sistemləri özü sistem proqram təminatına aiddir. Metr redaktorları tətbiqi proqramdır. Qrafiki redaktorlar tətbiqi proqramdır. Python isə proqramlaşdırma dilidir. İnteqrallaşdırma sistemlərinə aiddir. 3, 4, 5 aid deyil. Ona görə doğru cavab olur 1, 2, 6, B variantı. Daxili yaddaş qurğularına aid olanı deyir, müəyyən eləyin. Daxili yaddaş qurğularımız deməli hansılardır? RAM-dır, daxili yaddaş qurğusudur. ROM-dur, daxili yaddaşdır. Bir də cache, daxili yaddaşdır. Flash yaddaş, xarici yaddaş qurğusudur. Disket, xarici yaddaş qurğusudur. FTD-lərimizdir. SSD yenə xarici yaddaş qurğusu sayılmış olur. Doğru cavab olur burada. C variantı. Növbəti suala baxaq. Nə deyir növbəti sualda? Elektron cədvəlin A2, D4 diapazonu əsasında qurulmuş diaqramı deyir, müəyyən eləyin. A2, D2 diapazonu əsasında. Deməli, baxıram bura, görək mən A2-in qiymətini nə alıram? A2-in qiyməti A1 ilə B1-in cəmidir. 3 ilə 4-ün cəmi, bu eləyir 7. B2-nin qiyməti A1 ilə C1-in qiymətidir. 3 ilə 5-i toplayıram, 8 alınır. C2-nin qiyməti C1, yəni 5 ilə 6-nın cəminə bərabərdir, 11. D2-nin də qiyməti B2 ilə 8 ilə D1-in cəminə bərabərdir. 8 ilə 6 eləyir 14. Deməli, nəyə baxıram indi? Eyni 7, 8, 11, 14 şəklində olan diaqram axtarıb tapmalıyam mən. 7 bu uyğun gəlir. Bu 6 ilə 8-in arasında 7 var. Bu 8-ə uyğun gəlir, düzdür. Bu 11-ə uyğun gəlir, aralıqdadır, düzdür. Bu da 14-ə uyğun gəlir. A əslində uyğun gəlir. Digərlərinə də bir dənə baxaq. 7 uyğun gəlir, 8 uyğun gəlmir. Bax, bu 9-dur. Ona görə C variantı uyğun gəlmir. Bu 7-dir 6 ilə. Amma 8 uyğun gəlmir. Bax, 8 bizim qiymətlərimiz 7, 8, 11, 14-dür. Ona görə bu hara qalxır? Bu, görsən, 7, əslində burada 8 olmalıdır. Uyğun gəlmir. Sonra burada da yenə 7,
8 olmalıdır bu. Bu keçib 9-a. Buna görə Y də var. Y variantı da doğru deyil. Faizlərə də baxsaq, 7, 8, 11, 14. Məsələn, 7 14'ün 14 7'nin 2 mislidir da. Məsələn, burada bir-birinin 2 misli olan faizlərimiz əslində var. 16 faiz, 23 ilə 29 amma 23 ilə 29 nə deyir? Diaqramı deyir. A2, D2 diaqramını qur. Bunun faizləri, yaxşı bir dənə baxaq. 7, 8, 15, 5 ilə də toplayıram 25-i, 0, 3, 4. Deyirəm ki, əgər bunların cəmi 100%-dirsə, onda deyirəm ki, faizin neçədir? Məsələn, görək birindən birin qiymətini mənə verir. X bərabərdir 16 vurulsun 40 bölünsün 100%. 0, 0, 16'nı 4'e 64, 64'ü 10'a bölürüm, 6, 10'da 4. Görsə heç bir qiymətimi qaytarmadı bu da mənim. Ona görə doğru cavab olur burada A variantı. Düz yazmışam bunu. Aha. Elektron cədvəl fraqmentinə əsasən qarışıq istinad olan xanaları müəyyən edin. Qarışıq istinad odur ki, ya sütunun qabağında belə bir işarə olsun, ya da sətrin, ya da bu şəkildə sətrin qabağında. Hər ikisinin, məsəl üçün buradakı olan C1, B1 nisbi xanadır. Daha sonra nisbi xana. Burada məsəl üçün mütləq xanadır. Dollar işarəsi həm sütun, həm sətrin qabağında varsa, deməli mütləq xana sayılmış olur. Məsəl üçün biri buradadır. A1. A1-dədir qarışıq istinadımız. Biri A2-dədir qarışıq istinadımızın. Və salam. A1 ilə A2-də bizim qarışıq istinadlarımız var. Doğru cavab olur Y variantı. Mətn redaktorunda yığılmış info TH 2024 mətnində kursor H simvolunu. Necə? C variantı almışam mən burada. Aha. Baxaq bir dəqiqə. H simvolundan sonra yerləşir. H-dan sonra yerləşir. Kursoru 2 mövqe sola keçirib. 2 mövqe sola. 1, 2 bura gətirirəm. 2 mövqe sola keçirirəm. Sonra nə deyir? 4 dəfə backspace. Backspace silir. 1, 2, 3, 4 dənə özündən əvvəlkini sildi. Sonra 2 mövqe sağa keçirirəm. Yəni bura gəlirəm. Kursoru buradan götürürəm. Sonra 4 dəfə də delete klavişini silirəm. 2024'ü silirəm. Olur, qalır. Bəli, TH düz yazımsan. Afərin. 120 müəllim və 100 şagirdin adı, soyadı, atasının adı, təvəllüdü, təhsili, cinsi, boy uzunluğu, qan qrupu haqqında verilənlər bazası tərtib edilmişdir. Verilənlər bazasında neçə sahə var? 120 müəllim var, 100 şagird, adı, soyadı, cinsi, boy uzunluğu, qan qrupu haqqında verilənlər bazası. Verilənlər bazasında neçə sahə var? Sahə deyirsə, söhbət sütunlardan getmiş olur. Ad, soyad, ata adı 3, 4, 5, 6, 7, 8. 8 dənə sahə var. 8 sahə budur, bax. Bura. Görürsən, başlıqlardır. Yəni, sütunları soruşur məndən ardıcıl olaraq. Ona görə də götürürəm 8. Doğru cavab olur 8. Verilənlər bazası abituriyent cədvəlinə əsasən bu sorğuya uyğun ID-ləri deyir, müəyyən edin. Gəl, baxaq. Deməli, qabağından not var. Hələ ki, nota dəymirəm. Hələ ki, nota baxmayaq. Deyir ki, adı T hərfi ilə başlayanları seç. Baxaq, adı T hərfi ilə başlayanlara. Adı T hərfi ilə başlayanlara baxaq. Adı T hərfi ilə başlayanlar hansılardır? Tuncay, Tunar, yəni notu yazdım bura, mötərizəni açıram, deyirəm 4, 5, or, soyadı H ilə başlayanlar, seçirəm buradan 3'ü, bir də 6'nı, mötərizəni bağlayıram, and yazıram, mötərizəni açıram, informatikası 90'dan böyük olanlar, olur 1, 2, 5, bir də 6. İndi bura bir dənə and yazıram. And. Fizikası 90'dan böyük olanlar hansılardır? 3 olur, 5 olur, bir də 6 olur. Mötərizəni bağlayıram.
Təzəni bağladım. İndi nə baş verir? Nə baş verir? Bu not bütöv mötərizədir, görsən? Yəni, tək buna aid deyil. Əslində, bütöv mötərizədir. Bütöyə aiddir. Bax, belə. İndi mən birinci orun içərisində not olduğu kimi yazıram, hələ ki, yadımdan çıxartmayım. 4, 5, or, 3, 6. O deməkdir ki, hər ikisində olanları götürürük. Yəni, 3-ü, 4-ü, 5-i, 6-sını götürürəm. And mötərizənin içərisində, digər mötərizənin içərisində işləyirəm. 1, 2, 5, 6, 3, 5, 6. And də ikisində ortaq olanları götürürük. Yəni, 5 ilə 6-nı götürmüş oluruq, mötərizəni bağlayıram. İndi burada nə yazıram? And nədir? And yenə hər ikisində ortaq olanları götürür. Notu qeyd eləyirəm, mötərizəni açıram. Hər ikisində ortaq olanlar 5 ilə 6-dır. Not da bunu inkar eləyir və götürür 5-6-dan başqa olanları. Yəni 1-i, 2-ni, 3-ü və 4-ü. Ona görə doğru cavab olur A variantı. Nə yazmışsan buna? Mən də A yazmışam buna mənlə. Aha. Deməli, Güzel. düz yazmışsan. Bəli, bircə saniyə. Buna baxım görüm. Düz elədik, yoxsa yox. Bu sınaq 14. Sınaq 14. Sınaq 14. Bir dəqiqə baxaq. Sınaq 14-də 12-ci sual. Bəli, doğru cavab olur A variantı. Sonra baxaq 13-ə. Görək 13-də nə deyir? Deyir ki, 4 dostdan Ramil, Rəsul, Kamran və Amil ikisi eyni fakültə olmaqla riyaziyyat kimi informatika fakültələrində deyir, təhsil alırlar. Ramil və Amil eyni fakültədə oxumurlar. Kamran kimya fakültəsində oxumur. Bu biraz uzun tapşırıqdır. Deməli, baxaq. 4 dənə dost var. Biz də çəkək. 4 dostu. Deməli, 4 dostumuz var. Hansılardır? Ram, sonra Kamran, sonra Amil, bir də Amil, bir də 4 dostdan Rəsulu ötürdük. Rəsul. Deməli, nə deyir burada? Riyaziyyat, sonra kimya, daha sonra informatika, riyaziyyat, kimya, informatika fakültələrindən təhsil alırlar. Hər ikisi eyni fakültə olmaqla. Ramil və deməli 3 dənə fakültəmiz var. Deyir ki, Ramil və Amil eyni fakültədə oxumurlar. Aha, bunu nəzərə aldıq. Kamran kimya fakültəsində oxumur. Kamran kimya fakültəsində oxumur. Deməli, oxumur və informatika fakültəsində oxuyanla eyni fakültə deyil. Deməli, informatika fakültəsində deyil. İnformatika fakültəsində ona Kamrana qalır nə? Riyaziyyat. Rəsul riyaziyyat fakültəsində oxuyur. Rəsul oxuyur riyaziyyat fakültəsində. Daha sonra eyni fakültədə oxuyanların adlarını və xuduklar fakültələri deyib müəyyən edin. Deməli, Kamranla Rəsuldur. Kamranla Rəsul riyaziyyat olur da. Elə gəlir, çıxır. Kamranla Rəsul riyaziyyat. Elə gəldi özü, avtomatik çıxmış oldu. Doğru cavab olur C variantı. Aydın oldu Leyla? Bəli, mənim. Tamam. Ona görə olur 13-də C variantı çətin deyilmiş. Elə bildim. Davamı var hələ.
Qonşuluq matrisinin əsasında qrafda dövrələrin deyir sayını müəyyən edir. Dövrələrin sayını. Dövrə dediyimiz qapalı yoldur. Deməli, A-dan B-yə bizim yolumuz var. A-dan C-yə yolumuz var. Bir də A-dan Y-yə bizim yolumuz var. B-dən A-ya yol var. B-dən C-yə yol var. B-dən C-yə də yol var. Daha sonra B-dən D-yə də yol var. Bir dənə B-dən D-yə də yol. C-dən A-ya çəkmişik. C-dən B-yə çəkmişik. C-dən Y-yə çəkək. Sonra D-dən B-yə. Bu da çəkilib. D-dən bir dənə də Y-yə yolumuz var. Y-dən A-ya var. Y-dən B-yə yoxdur. Y-dən C-yə çəkilib. Y-dən D-yə bu da çəkilib. Məndən dövrələrin sayını istəyir. Dövrə bir təpədən çıxıb həmin təpəyə qaydırsa, deməli bu dövrə adlanmış olur. Dövrələrin biri olur A, B, C, Y, A, B, C, A. Biri olur bu. A, B, C, A. Sonra biri olur A, B, D, Y, C, A. Biri olur A, Y, C, A. Biri olur nə? Biri olur A, yox, biri olur B, D, Y, C, B. Biri bu olur. Biri olur A, B, D, Y, A. Başka unuttuğumuz var mı? Başka unuttuğumuz var mı? A, B, D. Bunu qeyd eləmişik. Deməli, deməli. A, başqa hara baxmadıq? A, B, C. A, B, D, Y, A-nı yazdıq. A, C, Y, A-nı yazmışıq. A, Y. Burada yazmışdık deyəsən biz. A, Y, C, A. A, Y, C, A. Başqa var mı? Başqa burada yəqin ki. B, D, Y, C, B. Bunda yazmışıq. A, B, A, B, C, Y, A. A, B, C, Y, A. Biri bu olur. Biri də A, B, D, Y, A. A, B, D, Y, A-nı yazmışıq. A, C, Y, A, C, Y. Bu digəri nədir bəs? Digəri nə? Digəri bəlkə burada fırlanır. O birisi olsun A, B, C, A, B, C. Bu nə olur? A, B, C, Y. Bunu yazmışıq. Nə olsun o birisi? O birisi olsun A, B, D, Y, A. A, B, D, Y, A. Bunu da yazmışıq. Bunu da yazmışıq. Deməli, biri nə olsun bəs? Biri də bütövdür. Bütövu da yazmışıq da. A, B, Y, C, A. A, B, Y, A, B, A, B, A, B, D, Y, C, A. A, B, D, Y, C, A. Bu da çəkilib. Bu da çəkilib. Bizdə nə qaldı burada? Bizdə nə qaldı? A, B, C, Y, A. A, B, C, Y, A. Bunu da yazmışım. B'den başlayır. B, C, Y, B, C, bir dakika, B, C, Y, A, B. Bunu yazmışıq mı? Yazmamışıq. Bəli, biri də olur belə. Ona görə də, deməli, bizim neçə dənə qapalı dövrəmiz var? Bizim 1, 2, 3, 4, 5,
1, 2, 3, 4, 5, 6, 7. Bunu sildik də bundan var idi deyə. Bəli, bunu silmişik. BD bundan eynidir. Bizim 7 dənə qapalı dövrəmiz var. Aydın olur, Leyla. Bəli, müəllimə. Tamam. Doğru cevap olur D variantı. Sonra baxaq 15-ci suala. Cədvəldə sorğular və bu sorğuların nəticəsindədir. Axtarış serverinin internetdə tapdığı səhifələrinin sayı göstərilib. Türkiyə, or Hindistan sorğu nəticəsində tapılan səhifələridir. Sayını müəyyən eləyin. Hər üçünün də ortağı var. Ona görə diaqramları üçünün də ortağı olmaq şərti ilə belə bu şəkildə qururam. Hər üçünün ortağı Azərbaycan, Türkiyə, Hindistan 20-dir. Bu olsun Azərbaycan, bu olsun Türkiyə, bu da olsun Hindistan. Deməli, Türkiyə 100-dür, Hindistan 80 olur, Azərbaycan da olur 120. Azərbaycan and Türkiyə, deməli, bax, bura bütöv Azərbaycan and Türkiyə. Bax, buranın bütöv olur, Azərbaycan, Türkiyə bütöv 20-dirsə, bura qalır 0. Sonra nədir? Azərbaycan and Hindistan. Bura bütöv formada 40-dırsa, bura qalır 20. Bura qalır 20. Türkiyəninki 100-dür. Əgər bura 100-dürsə, bu içərisi qalır 80. 100-dən çıxıram, ona uyğun yerləri qalır. Buranı da verməyib, bax, x-dir. 80 çıxılsın x. Deməli, bura nə olur? Bütöv 80-dırsa, içərisi olasıdır. 80 çıx 20, 60. 60 çıxılsın 20, 40. 40 çıxılsın x qalır. Burada 120 çıxılsın 40. O da eləyəsidir 80. Bunun içi 80-dır. Məndən nə istəyir? Məndən hər üçünün cəmini deyir, içlərinin hamısının cəmini 230-a bərabər olduğunu istəyir. İçlərini bərabər eləyək. 80 plus 20 plus 20 plus x plus 80 minus x plus 40 minus x bərabərdir 230. 230. Deməli, nə deyir indi? Nəyə baxaq? Buradakı x-dərin deməli 2 dənəsini aparıram. 80 ilə 80-ı 160, 160 ilə 40-ın 200, 200-ün üstünə 40 gəlirəm, 240 minus x bərabərdir 230. X də bərabər olmuş olur burada 10-a. Məndən Türkiyə or Hindistan istəyir. Bax, bura əgər 10-dursa, bura 10 yazıram ümumiyyətlə, bura 10 yazıram. Türkiyə or Hindistan istəyir, bütöv qarışıq. Burada x-in yerinə yazıram 80 minus 10. Bunun içərisi olur 70. Bu da 40 çıxılsın 10. Bunun içərisi olur 30. Cəmləsəm əgər 70-in üstünə gəlirəm. 70-in üstünə gəlirəm. Deməli, 20, 10, 30-u 10 üzərinə gəlirəm. 30 plus 20-ni. Nə eləyir bu? 20, 30, 100. 100 ilə də 50-nin 150 etmiş olur. Doğru cavab olur A variantı. Doğru cavab olur A variantı. Sonra növbəti sualda nə deyir? Web səhifədə bir cədvəlin alınması üçün lazım olan HTML kodunu müəyyən edin. Lazım olan HTML kodunu. Bax, imtahan sözünün altından xətt çəkilib. Deməli, U teqlərinin arasında olmalıdır. Birincisi düz yazılıb. İkincisi informatika qalın yazılıb. Bəli, həqiqətən də bu teqlərin arasındadır. Qalın yazılmalıdır. Üçüncü də kimyada bu teqlərin arasına yazılıb. Düzdür, qalındır. Sonra digər sətirdə bu teqlərin arasında 100-ü yazmışam. Düzdür. Digər bu teqlərin arasında da 69-u yazmışam. Düzdür. Leyla, sual verə bilərsən ki, deyə bilərsən, ay müəllim, bəs birinci sətirdə imtahan söz də qalın yazılıbdır, amma orada heç bu teqi yoxdur. Ona görə yoxdur ki, birinci sətir TH-ların arasındadır. Yəni, başlıq sətri TH-ın arasında olanda zaten qalın yazılmış olur. Heç buya falan ehtiyac yoxdur. Ona görə A variantı elə tam uyğun gəlmiş olur. Heç digər variantlara da baxmıram. A variantı düzdür yəni. Sonra
Digər nümunəyə baxaq, 17-yə baxaq. Python dilində tərtib olunmuş proqramın nəticəsini bir müəyyən edin. N bərabərdir 117 verir, B-ni 0, S-i 0 verir. B nədir? 0. 0 deyir kiçik bərabərdir 3-dən. Deyirəm, bəli. Bir B-ni bərabər ilə 117-nin 5-ə bölünməsindən alınan qalığa. 117-ni bölsək 5-ə, 2 dəfə 10. 17-də, bəli, 3, qalıqda olacaq 2. B-nin qiyməti olur 2. N-in də qiyməti olur 117-ni deməli 5-ə bölsək tam hissədə olacaq 23. 23. Bəli, olacaq 23. S bərabərdir. Bir vahidi artırıram S-i, bir də qalxıram yuxarı. Deməli, məndən nəyi soruşur? B-ni. B-nin qiyməti 2-dir. 2 kiçik bərabərdir 3-dən. Deyirəm, bəli, B-nin qiyməti olsun. 23-ün 5-ə bölünməsindən qalır 3 olur. N bərabərdir 23-ün 5-ə bölünməsindən tam hissə olur 4. Bəli, S də bərabər olur 2. Bir də qalxıram yuxarı 3 kiçik bərabərdir 3-dən. Yenə bəli, kiçik olması da bərabərdir. B bərabərdir 4-ün 5-ə bölünməsindən qalır elə 4-ün özüdür. N bərabərdir 4-ün 5-ə bölünməsindən tam hissə 0-dır. S-in də qiyməti olur 3. Bir də yuxarı qalxsam B-nin qiyməti 4-dür. Kiçik bərabərdir 3-dən. Deyirəm ki, yox, daha dövrə düşmürəm. Deməli, S-in qiymətini burada 3 olaraq saxlayıram. Doğru cavab olur burada B variantı. Əslində, sınaq 11-də olan Pythona nisbətən, oradakı Pythonlara nisbətən bunun Pythonları biraz rahatdır. Sonra A-nın qiymətini 1, B-nin qiymətini 2 verib, 1, 2 verib burada. Deməli, nə deyir? Qiymətlərini götürüb qalxıram yuxarı. Birinci burada T-nin içərisinə yazıram 1,2. Gedirəm T1-2-ni hesablayam. T1, 2, X bərabər olur. 1 vurulsun 3 eləyir 3. Y də bərabər olur. Y-in yerinə 2 qoyuram. 2 plus 2 alınır 4. Return də mənə 3, 4, 3 vurulsun 4, 12-ni qaytarmış olur. Bir 12-ni, return 12-ni qaytar, T1, 2-yə. Yəni, gətirirəm bunun qiymətini 12 olaraq özünə qaytarıram. Plus, ardında nə var? H, mötərizəni açıram. 2, B-nin yerinə 2, mötərizəni, vergül qoyuram. T, bir dənə də AB. A-nın qiymətini, tapmamışıq hələ. Deməli, 1, 2-ni yenə burada vergül olaraq qoyuram. A-nın qiymətini başda 1 verib mənə. Necə? A-nın qiymətini 1 verib. Bəli, 1 verib. T1-2-ni bayaq hesaplamışdım. Yenə burada da T1-2 var. Bir də təzədən hesablamıram. Yəni, zaten qiymət eynidir. Gedib eyni alasıyım. Buna görə burada da 12 olaraq qalır. Burada da 12 olaraq qalır. Aha, burada da. Ola birim. Aha, 12. İndi H funksiyası. H-ın içərisində var 2, vergül 12. İndi bunu tapmağa gedirəm. H, 2, 12-ni gətirib bura qoyuram. T bərabər olur. T-nin yerində 12 var. 12-nin üstünə 1 gəlirəm. 13. Y bərabərdir. Y-in yerində də 2 var. 2 üstü 2 gəlirəm. 4. Bunların ikisinin cəmini, yəni 17-ni qaytarıram H2, 12-yə. Yəni, H2, 12. Bax, bu ifadəni mən tapdım 17. Bax, bu ifadəni 17 tapdım. Bayaqki buradakı ifadə alınmışdı 12. 12-nin üstünə gəlirəm 17-ni. Bərabərdir 29 alınmış olur. Defləri yenə başa düşmürsən, Leyla? Mənə başa düşdü. Elə bir ki, bu mövzuda, yəni bu sualda daha yaxşı başa düşdü. Aha. Yəni, geri qaytarırsan, sadəcə olaraq yönəldir. Harada H varsa, gedirsən onun içində funksiyaları yerinə yetirirsən. Harada T varsa, gedirsən, içinə baxmırsan da, ancaq çölündəki funksiyaya nəzərən hesablama aparırsan, özü yönəldir səni. Burada nə deyir? Burada da deyir ki, bu da def funksiyasıdır. Gəl baxaq defə. Qoy bunu elə ən yaxşısı buradan götürüm. Python dilində tərtib olunmuş proqramın deyir, nəticəsini müəyyən edin. Nəticəsini müəyyən edək. Def K sual belə N yazıram. N'in yerinə N'in yerində birinci gəl aşağıdan başlayaq. For num in range 3-dən 10-a qədər, yəni 3, 4, 5, 6, 7, 8, bir də 9 qiymətlərini götürəcəm. Gəlirəm bir-bir qiymətləri qoyuram. Deyirəm ki, if K mötərizənin içinə bir dəfə 3 qoyuram. K3 deyirəm 0-a bərabərdir. Deyirəm bu funksiyadır. Mən bilmədiyimə görə gedirəm if
daha doğrusu K3-ü hesablamağa. Deyir ki, A sıfıra bərabərdirmi? Deyirəm ki, yox. Deyir ki, forun bu qiymətlər üçün, yəni n-in yerinə burada 3 qoyacağım. 2-dən 3-ə qədər. N-in qiyməti də bir dənə 2 olur. Deyir ki, n, yəni 3. 3 2-yə bölünəndə qalıqda 0 alınırmı? Deyirəm ki, yox, alınmır. Alınmır deyə A-nın özünü qaytarıram. Yəni 0-ı gətirib qaytarıram K3-ə. Yəni 0 gətirib qaytarıram K3-ə. 0 0-a bərabərdirmi? Deyirəm ki, hə. Deyir onda S-in üzərinə gəl namı, yəni 3-ü. 3-ü. Bir iki dənəsini də qeyd edəcəm, sonra davamını izah edəcəm ki, nə yerinə yetirir. Yəni indi gəlirəm ikinci qiymət yerinə qoymağa. If K, bu səfər 4 qoyuram. Deyir 0-a bərabərdirmi? Deyirəm bilmirəm. K4-ü hesablamağa gedirəm. A-nı bərabərdə 0 verir. Deyir ki, for i in range 2-dən n-ə qədər, yəni 2-dən 4-ə qədər 2, 3 qiymətlərini götürəcəm. Soruşur məndən. Deyir ki, n nədir? 4. Deyir bu 4 2-yə bölünəndə qalıqda 0 alınır. Deyirəm ki, bəli, qalıqda 0 alınır. Hə yazıram. Deyir onda A-nı bir vahid artırdım. İndi gəlirəm 3 qiymətində. 4 3-ə bölünəndə qalıqda 0 alınırmı? Deyirəm yox. A-nı 1 olaraq saxlayıram. Gəlirəm A-nın 1 qiymətini K4-ə. Deyir ki, if K4-ü nə aldım? 1. 1 bərabərdirmi 0-a? Deyirəm yox. Ona görə S-in üzərinə 3-ün üzərinə 4-ü gəlmirəm. Bir dənə də qiymətində yoxlayacağım. 5-də 5-ə baxaq. Deməli, if əgər K5 deyir 0-a bərabərdirmi? K5-i hesablamağa gedirəm. K5 A-nı yenə 0 verir. Burada for 2-dən 5-ə qədərəndir. Yəni 2, 3, 4 qiymətlərini götürəcəm. Mənə deyir ki, 5 2-yə bölünəndə qalıqda 0 alınır. Deyirəm ki, yox. Sonra deyir ki, 5 3-ə bölünəndə qalıqda 0 alınırmı? Deyirəm yox. 5 4-ə bölünəndə qalıqda 0 alınırmı? Deyirəm ki, yox. Yox dediyimə görə A-nın elə ancaq 0 qiymətini qaytarıram K5-ə. 0 0-a bərabərdirmi? Deyirəm ki, hə. Bax, Leyla, 3 qiymətində 0 qaytara bildik, 4-də qaytara bilmədik, amma 5-də yenə qaytardıq. Deməli, bu sadəcə olaraq tək ədədləri axtarır, tapır. Tək ədədlər də 3-ü, 5-i, 7-ni, bir də 9-u qaytarmış olasıdır. Aydın olur. Bəli. 8, 3, 5, 8. 8 ilə 7-nin 15, ha bir dəqiqə. 9-u qaytarmır. Leyla, 9-u niyə qaytarmır? Çünki 9 burada 3-ə bölünəndə qalıqda 0 alınmır. Bu bilsən nəyi qaytarır? Təkləri qaytarmır, sadə ədədləri qaytarır. Düzdürmü? Ha, Leyla, sadə ədədlərinə görə cavab olur 15. 9 sadə deyil. Doğru cavab olur A variantı. Sonra nə deyir? 20 nömrəli tapşırıqda Python dilində deyir, tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. K-nı x-i 5, y-i 10 verib. Deyir ki, deməli bizə bir şərt verir. Bu şərtdə nə deyir bizə? Bizdən nə istəyir? Deməli, x-i 5 verib. X-i 5. Y-i də 0. Y bərabər 0. Deyir ki, 5 böyükdürmü 0-dan? Deyirəm true. Sonra and yazır. 0 kiçikdirmi 0-dan? Buna false deyirəm. True ilə false-un hasili də bizə false-u qaytarır. Sonra or yazır. Mötərizənin içərisində or yazır. Deyir ki, 5 kiçikdirmi 0-dan? Deyirəm, yox. Bunun qiyməti false-dur. And y, yəni 0, 0 böyükdürmü 0-dan? Bunun da altına false yazıram. Cavab olur nəticə false. False-la da false-un cəmi mənə verəcək false-u. Yəni if-dən qurtarmışıq. Bu ifadəyə yox dediyimə görə düşürəm elifə. Elifdə nə deyir mənə? Deyir ki, x-in qiyməti 5-dir. 5 0-dan kiçikdirmi? Deyirəm, yox. Bir tərəf false-dursa, zaten vurmada onun false olmuş olacaq da nəticə. Yəni, bunu çap eləyə bilmirəm. Sonra burada bir də. Bax, x-in qiyməti nədir? 5. 5 0-dan böyükdürmü? Deyirəm ki, true. 5 0-dan böyükdür. Deyir ki,
Bircə saniyə Leyla, bir dəqiqə. Mən bayaqdan bu Y-in qiymətini 0 götürmüşəm. Bir dəqiqə. Bir dənə də yoxlayım. 10 imiş. Onu görməmişəm. Mən bunu yazmamışam deyə müəllimə mən köməklik eləyə bilmədim. Aha. Deməli, baxaq. Bir dənə də Y-in qiymətini bura 0 yazdım mən. Ona görə 0-la getdim. Bir də yazıram. Deyirəm ki, 5 0-dan böyükdürmü? Deyirəm ki, bəli, true qeyd eləyirəm. And 10 0-dan kiçikdirmi? Deyirəm ki, xeyr. Ona görə false yazıram. True ilə false-un hasili nə olur? Ha, Leyla? Evet. False olur. Bəli. Bu mötərizə, birinci mötərizənin üçün mənə false-u qaytaracaq. Or, burada deyir ki, 5 kiçikdirmi? Deyir 0-dan. Deyirəm ki, false. And 10 sıfırdan böyükdür. Buna true deyirəm. Amma yenə də Leyla, false-la true-nun hasili mənə yenə false-u vermiş olur. False-la da false-u toplayanda yenə false qaytarır. Yəni, bayaq da əslində düz eləmişdim. Sadəcə olaraq Elif'i görməmişəm orada qiymətini. Düşürəm Elifə. Deyir ki, 5 kiçikdirmi? Deyir 0-dan. Deyirəm ki, false. Sonra deyir ki, 10 kiçikdirmi 0-dan? Buna da false deyirəm. And false-la false-un da hasili mənə yenə false-u qaytarmış olur. Yəni, bunu da yerinə yetirirəm. Sonra baxıram buna. 5 böyükdürmü 0-dan? Deyirəm true, bəli. Sonra and funksiyasını yazır. 10 böyükdür deyir 0-dan. Yenə true qeyd eləyirəm. True ilə true-nun hasili true qaytarır. Və print nəyə çap eləyirəm? T, H-ı çap eləmiş oluram. Və növbəti Elif ES-yə də düşmürəm. Ona görə doğru cavab olur B variantı. Aydın olur Leyla. Bəli. Aha, ona görə olur B variantı. Müəllimə bir şey deyirəm, ki, mən bir əvvəlkiyə baxım. Çox heyf sildim onu. Heç nə olmaz müəllim, başa düşdüm. Nəyə baxmaq istəyirdim? Bax, burada ödənmədi. Yuxarıların heç biri Nə oldu? Bir variant elə müəllimə. B variantı, TH. Harası aydın olmadı? Hansı Başa hissə? düşdüm müəllimə, başa düşdüm. Hamısı aydındır. Tamam. 21 nömrəli tapşırıqda deyir, alqoritm icrasından sonra nəticəni müəyyən edin. N bərabərdir 30, S bərabərdir 40 deyir. 40 plus 30 kiçikdirmi 200-dən, 70 kiçikdirmi 200-dən, deyirəm ki, hə. Hə, deyirəm, deyib, düşürəm bura. Düşürəm bura. Deməli, bir saniyə. Deməli, 70 kiçikdirmi 200-dən. Hə, deyirəm, düşürəm aşağı. S bərabərdir. 40 çıxılsın 10 eləyir 30. N də bərabərdir. N-in başlanğıcda verilən qiyməti 30-da. 30-un üstünə gəlirəm. 30 eləyir 60. Bir də qalxıram yuxarı. Deyir ki, 60 plus 30, 90 kiçikdirmi 200-dən. Yenə hə deyirəm. S-in qiyməti olur 20. N-in də qiyməti olur 90. Bir də yuxarı qalxıram. 110 kiçikdirmi 200-dən. S-in qiyməti olur 10. N-in qiyməti olur 120. 90 üstünə 30 gəlirəm. 120. Cavab olur burada 130 çıxılsın. Kiçikdirmi 200-dən yenə hə deyirəm. S-in qiyməti olur 0. 10 azaldıram hər dəfə. N-in qiymətini də 30 artırıram. Olur 150. 150 plus 0 200-dən kiçikdirmi? Deyirəm ki, buna hə deyirəm. S-in qiymətini 10 vahid azaldırıram. Mənfi 10. N-in də qiyməti olur. 150-nin üstünə 30 gəlirəm. Alınır 180. Bir də məndən soruşur. Deyir, mənfi 10 ilə 180-ın cəmi 200-dən kiçikdirmi? Bu eləyir 170. 170 200-dən kiçikdir. Bəli. S-in qiyməti olur mənfi 20. N-in də qiyməti olur. 180-ın üstünə 30 gəlirəm. Alınır 210. Bir də qalxıram yuxarı. Deyir, mənfi 20 plus 210. Yəni 190 kiçikdirmi 200-dən yenə hə deyirəm. S-in qiyməti olur mənfi 30. N-in də qiyməti olur 240. Bunların ikisinin cəmi mənfi 30-dan 240-ın cəmi eləyir 210. Deyir 210 kiçikdirmi 200-dən. Deyirəm ki, yox. Yox dediyimə görə N-i çapa ötürmüş oluram. Yəni 240-ı çapa ötürmüş oluram. Bax, burada doğru cavab olur. B variantı. Leylacığım. Olur B variantı. Aydın olur Leyla. Düz yazmışam müəllimə.
Əla. Olur B variantı. Sonra 21, 22-ci sualda HTML dil kodu uyğun səhifənin web brauzerində necə əks olunacağını deyir, müəyyən eləyin. Necə əks olunacağını müəyyən eləyin. Bax, 1 T-lə açılır, T-lə bağlanır. T-lə açılır, T-lə bağlanır. T açılır, T bağlanır. 3 dənə deməli sətrimiz var. Hər ikisində də 2 dənə sütun var. Bax, hər ikisində də 2 dənə sütun. 3 sətir 2 sütundan ibarətdir. 3 sətir, 3 sətir, 3 sətir, 2 sütun. Deməli, 3 sətir, 2 sütun. Digər variantlar uyğundur. İndi gəl içlərindəkilərə baxaq. Birincidə teacher, student yazılmalıdır. A uyğun gəlir. Teacher, student olmalıdır. Teacher, student olmalıdır. Teacher, student. İkincidə Jack, Simpson, Ali, Nihat. Elə doğru cavab olur. A variantı. Sonra 23 nömrəli sualda Python dilində bir tərtib olmuş proqramın nəticəsini deyir, müəyyən eləyin. Baxaq buna da. Burada nə deyir? Deməli, Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. C bərabərdir. 5-i, 8-i, 6-nı, 9-u, 3-ü, bir də 9-u verib. B bərabərdir C 0-a. Yəni C 0-ın qiyməti də olur 5. 0, 1, 2, 3, 4, 5. For i in C, for i in C, C-nin qiymətləri 3-ün deyir. Bir-bir yoxla. i 5 böyükdürmü 5-dən? Deyirəm ki, yox. Sonra bir də növbəti qiymətini soruşuram. 8 böyükdürmü 5-dən? Deyirəm, bəli. Deyir, onda B-ni bərabər ilə 8-ə. Bir də yuxarı qalxıram. 6 böyükdürmü 8-dən? Yox. Sonra 9 böyükdürmü 8-dən? Hə. Deyir, onda B-nin qiymətini bərabər ilə 9-a. Leyla, nə görürsən? B-nin hansı qiymət? Siyahının hansı qiymətini özünə mənimsədir? 3 böyükdürmü 9-dan? Deyirəm ki, yox. Sonra 9 böyükdürmü 9-dan? Deyirəm ki, yox. B-nin 9 qiymətini çapa ötürmüş oluruq. B-nin 9 qiymətinin indeksini istəyir. Yəni 9-un özünü yox, 5-i çapa ötürmüş olasıdır. Birinci rast gəldiyində də, təbii ki, ilk rast gəldiyində. İndeks birinci rast gəldiyində də. Bəli, indeks ilk rast gəldiyinin, yəni 3-ü çapa ötürmüş olasıdır. 23-ün cavabı olasıdır 3. Elə bir ki, siyahın içərisində ən böyük elementin indeksini istəyir. Tamam mı? Bəli. Bu olur belə. 24-də deyir ki, HTML koda əsasən hansı nömrəli sətirlər kursiv və qalın formada web brauzerdə əks olunacaq? Sətirlər kursiv və qalın. Bax, bir də strong güclü deməkdir, yəni qalın yazır. M isə kursiv formasında, yəni belə mailli yazır sözləri. Bir uyğun gəlir. 2-də U altından xətt çəkir, U bizə lazım deyil. B variantında da B qalın yazır, I də kursiv formasında mailli yazır. Yəni 3 də uyğun gəlir. 4 sətir yaradır. 5-də yenə, yox, 4-də yəni sadəcə olaraq içərisində heç bir tagdən istifadə olmuyor. Sadəcə olaraq HTML yazılır. 5-də isə altından xətt çəkilir. Bu da bizə lazım deyil. Ona görə doğru cavab olur. 1 ilə 3-ü götürmüş oluruq 24-cü sualda. Proqramın icrasından sonra 26 dəyişəninin çap olunması üçün X dəyişəninin girişə verilə biləcək ən kiçik qiymətini müəyyən eləyin. Deməli, baxaq buna. Ən kiçik qiymətini. 26 qiymətinin çap olunması üçün, 26-nı çap eləmək üçün, 26 ya burada çap olunub, ya da burada çap olunub. X dəyişəninin girişə verilə biləcək ən kiçik qiymətini. Bax, Y-i 13, Z-i 19 verib, Z-i 19 verib. Deyir ki, məncə bir dənə baxaq bura, X sıfırdan böyük ədəd olsa, əgər olsa, X-i true vermiş olsaq, and X böyükdürmü Y-dən və 13-dən böyük ədəd olmuş olsa əgər, 13-dən böyük ədəd olmuş olsa əgər, onda burada true yazaram. True ilə true eləyir true. Sonra ortada and var.
Deyir ki, z böyükdürmü ondan? 19 ondan böyükdür. True yazıram. Sonra bir dənə də and yazıram. Burada deyir ki, x böyük bərabərdir y-dən. Ki biz bayaq da burada bunu nəzərə almışdıq. Ki x böyük bərabər olsun 13-dən. Yəni, buna da məsəl üçün əgər true desək, bizim ümumi nəticəmiz true çıxmış olacaq və mən bu əməliyyatı yerinə yetirmiş olacağım. Tamam mı? İndi sadəcə olaraq fərziyyə ehtimal eləyirik ki, əgər birinci printin içərisini almaq üçün biz x-in qiymətini deməli nədən böyük eləməliyik, Leyla? Aydın olmadı nə yazdım? Baxıram müəllimə, aydın olur. Bax, x-in qiymətini, bax bu şərti ödənməsi üçün, bax buradakı bu şərti ödəmək üçün, Leyla, nəticənin true olması üçün mən x böyükdürmü y-dən nəticəsinə true qiyməti deməliyəm. Bunun üçün də x-in qiyməti nə olmalıdır? X-in y-dən böyük olması üçün təbii ki, x-in 13-dən böyük olması lazımdır da. Məsəl üçün 14 olsa 14 13-dən böyükdürmü? Hə deyərəm. Bax, bir dənə də yazacağım. Bir dənə də yazıram. Belə bax. Deyir ki, bu ifadəni buradan yazıram. X böyükdür 0-dan and x böyükdür y-dən yazdı da, düzdür. X elə bir qiymət deməliyəm ki, mən bizə nəyə cəhd eləyirəm? Bu ifadənin cavabının true olmasına. Əgər nəticə true olsa, printin buradakı ifadəsini çap eləyəcəm. Əgər nəticə false olmuş olsa, bu ifadəni çap eləmiş olacağım. Aydın olur. Bəli, müəllimə. Səncə mən printə bu ifadəyə false desəm, düşərik else-yə. Else-nin içindəki printdən nə çıxmış olar qiyməti? Y-in yerinə öz qiymətini qoy bir dənə. 13-ün üstünə bir gəlsək nə olur? 14. 14. Amma bizdən nə deyir? 26-ını çap elə deyir də, düzdür? Deməli, bu ifadə true olmalıdır ki, mən else-yə düşməyim. Yenə aydın olmadı. Aydın olur müəllimə. Tamam. X böyükdür 0-dan. Deməli, buna mən true deyirəm. Hələ ki, bilmirəm ha, nədir. Sadəcə olaraq nəticənin true olması üçün true deyirəm buna. And x böyükdürmü y-dən? X böyükdür y-dən demək üçün, Leyla, x-in qiyməti nə olmalıdır? Minimum nə ola bilər? Y-in qiyməti 13-dür. Bura böyükdür. Nə yazmalıyam ki, nəticə true olsun? 13-dən böyük ədəd yazmalıyam da, düzdür? Bəli. Heç olmasa məsələn minimum 14 yazmalıyam ki, buna true deyə bilim. Amma hələ ki bilmirəm ha neçədir. Sadəcə olaraq bura yazıram. Deyirəm x y-dən böyükdür, deyirəm true. Sonra bura mötərizə alıb da true ilə true-nun hasili nə olur? True ilə true-nun hasili olur true. 1 ilə 1-in hasili nə olur? 1. Bəli. Sonra endi yenə yazıram. Bax, buradakı endi yazıram. Digər mötərizəni açıram. Deyir, z böyükdür 10-dan. Səncə düz deyir? 19 böyükdür 10-dan. Düz deyirmi? Bəli. Bəli, true yazıram. Endi vergül yazıram. Matematik operatorumuzu. Sonra deyir ki, x böyük bərabərdir y-dən, Leyla. X böyük bərabərdir y-dən. Nə də true deməliyəm ki, mən bu ifadənin nəticəsi true olsun. X-in yerinə bilmirəm nə qoyacaq. Y-in qiyməti 13-dür. Və bizim bu ədədimiz, deməli 13-dən nə olmalıdır? Hı? 14. Böyük olmalıdır. Bilmirəm dəqiq 14-dür ya nədir. Amma sadəcə olaraq böyük olmalıdır. Tamam mı? Bəli, müəllimə. Ay sağ ol. Ona görə bax, buna da true deyirəm. True and true-nun nəticəsi yenə true verir. True-nu true-ya vuranda nəticədə nə alınacaq? True alınmış olacaq, düzdür? Bəli. True-nu true-ya vururam, true almış olur. Tamam. İndi Leyla, bir burada deyirəm ki, 2x böyükdür 13-dən. Bir də burada deyirəm ki, x böyük bərabərdir 13-dən. Səncə x-in qiyməti 13 olar, yoxsa 14? Əgər Leyla, mən burada 13 qoymuş olsam, bu ifadə nə olar? 13 13-dən böyükdür səncə?
Xeyr. Xeyr, ona bura false deyəcəm də. Bax, buradakı false ifadənin olmaması üçün x-ə nə qoyacam deməli? Minimum qiyməti. Minimum düz olması üçün o 14. Ay sağ ol, 14 olmalıdır. Hər iki ifadəyə uyğun ədəd olması üçün x 14 olmalıdır. Yenə başa düşmədin elə sən. Başa düşdüm müəllimə. Sadəcə o biraz qarışıq qaldım. Ona görə elə diqqətlə baxıram. Aha, tamam. İndi bax, x-i 14 tapdım. Hər iki fərziyyənin də true olması üçün x-i 14 götürdüm. Minimum istəyir axı bizdən. Ən kiçik qiymət istəyir axı. İndi printin içərisini yoxlayıram. Həqiqətən də 2 vurulsun, x minus 1. Görək, həqiqətən də 26 alınırmış. X minus 1 nə olur? 26-nı 2-yə böləndə alınır nə? 13, düzdür? Bu 2-ni keçirirəm bu tərəfə. X də bərabərdir, nə olur? Mənfi 1-i bu tərəfə keçirirəm, nə olur? 14. Ay sağ ol. Deməli, gəldim, həqiqətən də mən nəticəni almış oldum. Cavab olur 14. Daha sonra 26 nömrəli suala baxaq. 26 nömrəli sualda nə deyir? Deyir, algoritmin nəticəsini müəyyən edin. Başlanğıcı verib, s-i 0, i-ni 0 verib. Deyir ki, i, yəni 0 kiçikdirmi 6-dan hə deyirəm. S bərabərdir. S-in qiyməti olur 0 verilib. 0-ın üstünə 0 gəlirəm. S-in qiyməti 0. İni bir vahid artırıram, olur 1. Bir də yuxarı qalxıram. 1 kiçikdirmi 6-dan hə deyirəm. S hər dəfəsində i-ləri toplayır. Yəni 1, i-nin növbəti qiyməti olacaq 2. Sonra 2-ni yoxlayır. 2 kiçikdirmi 6-dan. Deyəcəm ki, hə, 6-dan kiçikdir. S hər dəfəsində i-ləri toplayıb. 1 plus 2. İ'nin buradakı qiyməti olur 3. Bir də qalxıram yuxarı 3 kiçikdirmi 6-dan S bərabər olur 1 plus 2 plus 3. İ'nin də qiyməti olur 4. Leyla 6-ya qədərən 6 daxil olmamaq şərti ilə ən axırıncı 6 kiçikdir 6 yazsam, səncə buna hə deyər yoxsa yox? Hı? 6 kiçik bərabərdir 6 olsa hə. 6 6-dan kiçikdirmi? Yox. Düzdür? Yox. Bəli, ona görə də 1 plus 2 plus 3 plus 4 plus 5 6-nı götürməmək şərti ilə 1-dən 5-ə qədər ədədlərin cəmini tapan algoritmdir. Yəni cavab olacaq 3 3 6, 6 ilə 4-ün 10, 10 ilə də 5-in 15 olmuş olur. Elə bilirəm ki, bu çətin algoritm deyil, rahat algoritmdir. Leyla, yorğun vaxt daha düşüb, ya nədir? Burada dayandım, müəllimə. Başa düşürəm əslində. Sadəcə o işləmişəm də, müəllimə. Prosta bu hissələr özümdə biraz qarışıq. Yaza bilmədiklərim var deyə o hissələrdə qaldım belə. Onda dərsdən sonra bir də bekar vaxtda video izləmək. Bir də baxacağım mən video. Bir uyğunluğu müəyyən edeyim. Maqnit informasiya daşıyıcılarımız bizim hansılardır? Maqnit informasiya daşıyıcılarımız HDD-dir. ST-lər bizim optiklərimizdir. ST-lər optikdir, ST-lər optikdir. Daha sonra, bax, bizim maqnit informasiya daşıyıcılarımız HDD, disket, audio kasetlərdir. Optik informasiya daşıyıcılarımız isə disklərdir, yəni CD-lər, DVD-lər, disket maqnit diskimizdir, bizim maqnit informasiya daşıyıcımızdır. Ona görə də bax, burada A variantında var. CD, CD-R, CD-ROM, bir də DVD-R. Ona görə 1-ə Y olur, 2-yə də olur A variantı. 28-də nə deyir? Deyir, daxil ediləcək en natural ədədi üçün bu ifadənin deyir, cəmini hesablayan algoritm qurun. Deməli, gəl baxaq. Bir saniyə. Aha. İndi en natural, daxil ediləcək en natural ədədini istəyir da. Əvvəlcə başlanğıcı qururam. Sonra deyir ki, en natural ədədini daxil elə. Mən də en natural ədədini daxil eləyirəm. Sonra, deməli, nəticə hardan başlamalıdır? Nəticə başlamalıdır. Təbii ki, S-in qiyməti başlamalıdır 0-dan. S-in qiyməti başlamalıdır 0-dan. Bir saniyə bunu biraz.
S-in qiymətini sıfırdan başlamalıyıq. Düzgün düzbucaqlığın içərisində S-in qiymətini verəcəm 0. Sonra hər dəfəsində bir dəfə mənfi, bir dəfə müsbət, bir dəfə mənfi, bir dəfə müsbət, bir dəfə mənfi, bir dəfə müsbət etmək üçün deməli bizdə bir dənə əmsalı deməli mənfi 1-ə bərabər olan bir dəyişənimiz var. Bu bir də nəyi qeyd eləyir bizdə? Və də müəyyən bir sayı olmalıdır ki, sayımız neçədən başlasın? Sayımız başlasın, məsələn, 1-dən n-ə qədərən təbii ki, n-ə qədərən olmalıdır. Bir dənə də nə yazaq? Bir dənə də hər dəfəsində məxrəcdə görsən 2-in kvadratı, 3-ün kubu, n-in kubu. Deməli, burada bir qüvvətə yüksəldə bilən bir ədəd var. Yəni, məsələn, bir dənə daxil edirəm Q ədədi. Bu da Q bərabərdir 1 yazmışam. Tutaq ki, belə bir ifadə yazmışam. Sonra təbii ki, şərti açıram. Açılmış şərtdə mən nəyə qeyd eləməliyəm? Bax, başlanğıcda bir dənə i-miz var və bu dövr n-ə qədər davam eləməlidir. Yəni, 1 kiçik bərabərdirmi deyirəm n-dən. Deyirəm ki, hə, əgər hə demiş olsam, ona gəlib düşəcəm bura və düzgün düzbucaqlığın içərisində mən bu Q-nü hər dəfəsində vuracam i-yə. Q-nün qiyməti birinci 1-dir, 1-i 1-ə vuracam, 1 alınmasıdır. Sonra 1-dir, i-nin növbəti qiyməti 2 olacaq, 1-i 2-yə vuracam, 2 alınasıdır. Sonra 3, sonra 4, bu şəkildə gedəsidir. Q-lər bax bu aşağıdakılardır. Sonra bir dənə də S ifadəsi. S ifadəsində nə göstərir? S bərabərdir. S-in əvvəlki qiyməti 0-dır. Hər dəfəsində S-in üstünə mən bu Q-ləri gəlməliyəm. Bax, Q-lər hardadır? Q-lər məxrəcdədir. Q-nü məxrəcdə saxlayıram. K-nı isə sürətdə saxlamalıyam. Niyə? Bu K hər dəfəsində bunu bir dəfə müsbət, bir dəfə mənfi, bir dəfə müsbət, bir dəfə mənfi etməsi üçün yuxarıda da bir dənə K yazıram. Görürsən, sürətlər hamısı Leyla, hamısı sürəti 1-dir. 1, K-nın qiyməti yəni heç bir şəkildə dəyişmir. K dediyimiz A, A-nın qiyməti. Bax, buradakı A-nın qiyməti hər dəfəsində özü olaraq qalır, yəni. Sonra nə yazacağım? Deməli, A-nın qiyməti bir dəfə müsbət, bir dəfə mənfi olduğuna görə mən bunu hər dövrdə bir dəfə müsbətə çevirəcəm, bir dəfə də mənfiyə çevirmiş olacağım. Yəni, mənfi A-nı yazmış oluram. A bərabərdir, mənfi A. Tamam, buradan bitdik. İndi bunun hə qoludur da, düzdür? Mən bu hə qolunu bir də təzdən qaldırıram yuxarı ki, qalxsın yuxarı. Axı, bir də qalxıram bura. Qalxdığım ərəfədə nə yazmalıyım? I-nin qiyməti axı hər dəfəsində dəyişilməlidir. Mən i-nin dəyişən qiymətini göstərmək üçün, təbii ki, buradan bir dənə i-nin qiymətini qeyd edəcəm. I bərabərdir, i plus 1. Və salam, bu bizim alındı dövrümüz. Bu alındı dövr. Hər dəfəsində i-nin qiymətləri artır, gəlir o şəkildə ardıcıllıq alınmış olur. Amma əgər məsələn, n-in yerinə 5 qoymuşamsa, i 6-dırsa, 6 kiçik bərabərdirmi 5-dən? Bu ifadəyə yox deyəcəm. Və nəticədə mən nəyi çap eləmiş oluram? Mən təbii ki, S-in son qiymətini çap ötürmüş oluram. Bax, S-in son qiyməti alınacaq bu şəkildə. Aydın olur? Bəli. Bu da olur belə. Sonra 29 nömrəli tapşırığa baxaq. Deyir, klaviaturadan daxil ediləcək deməli, n sayda tam ədəd tipli elementlərdən ibarət siyahının ən böyük elementi ilə ən kiçik elementin cəminin sadə olub olmadığını yoxlayan siyahının ən böyük. Deməli, Leyla, bir dənə siyahı təbii ki, daxil eləməliyəm. Bir dənə siyahı. Siyahını daxil ediləcək n sayda tam ədəd. Bunda bir dənə n ədədi daxil edəcəm. Bilirsən də, int tam ədəd deyirsə int götürəcəm, mötərizəni açıram, input daxil etmək deməkdir. Input mötərizəni açıb bağlayıram, bir dənə int daxil elədim. Siyahının ən böyük elementi ilə ən kiçik elementinin cəmini sadə ədəd olub olmadığını yoxlayan proqramı Python dilinə deyir, yazın.
Təbii ki, ixtiyari bir siyahıya bunu əlavə eləməliyəm. Ona görə sətir tipində deyirsə, ümumiyyətlə, əgərsə ki, sətir tipində daxil elə, A bərabərdir, 2 dənə boş dırnaq yazacağam. Yox, siyahını qur deyirsə, A bərabərdir, 2 dənə boş sətir yaradıram ki, yəni mən aldığım ədədləri ora daxil edeyim. Deməli, Leyla, mən aralığı nə yazmalıyam? For dövründən istifadə edirəm. For i in range, for i in range. Təbii ki, n sayda deyirsə, mənim nəticəm olmalıdır sıfırdan n-ə qədərən. N-ə qədərən, n-ə qədərən, n sayda deyir də. Mötərizəni bağlayıram, 2 nöqtə qoyuram. 2 nöqtə qoyuram və hər dəfəsində də mən bir dənə x daxil eləməliyəm. X bərabərdir int mötərizəni açıram, input, mötərizəni açıram, input. Bu mənim hər dəfəsində siyahıya daxil elədiyim bir ədəddir. Tam ədədi daxil elədim. Siyahım nədir? A. Deyirəm ki, A siyahısına append-i bilirik də, Leyla. Append əlavə etmək deməkdir. Append əlavə elə. Nəyə əlavə elə? Bu x-i əlavə elə. Hər dəfəsində, buradakı bu x-i əlavə elə həmin siyahıya. Siyahıya əlavə eləyəndən sonra deyirəm ki, siyahıya ümumi olaraq əlavə elədik. Və siyahının A siyahısının summa yazaq buradan bir dənə. Summa bərabərdir. A siyahısının minimum elementi olsun. Məsəl üçün 2, 5, 7, 1, 4 yazmışamsa əgər. Deməli, burada minimumumuz olacaq 1, maksimumumuz da olası 7. Maksimum A, siyahının maksimumu ilə minimumu. Cəmini tapıram. Və sonra nə soruşacağım? Məndən nə deyir? Sadə olub olmamağını. Leyla, məsələn, 7 sadə ədəddir də. Sadə ədəd bir özünə bölünür. Bir də 7-yə bölünmüş olur. Bir özünə bölünür, bir də 1-ə bölünmüş olur. Və mən nəyi bilməliyəm? Əgər deyirəm ki, əgər, bax, buradakı bu summadan alınan ədəd i-yə böləndə hər dəfəsində nəticə 0 alınırmı? Deyirəm ki, 0 alınırsa, əgər 0 alınırsa, k bərabərdir, k plus 1 yazıram. K bərabərdir, k plus 1. Əgər növbəti ifdə soruşuram, əgər k 0-a bərabərdirsə, Leyla, əgər k 0-a bərabərdirsə, onu printin içərisində yes yazacağım. Yox, k else qolun yazıram da. Else əks halda printin içərisində no-nu qeyd etmiş oluram. Yəni, i-nin bu aldığımız 5-lə, məsəl üçün 7 ilə 2-ni götürmüşəm də 9-un. Əgər 9-un bölənləri varsa və bu k da hər dəfəsində bölənləri artırırsa, deməli, bu sadə ədəd deyil. Yox, əgər k heç dəyişmirsə, k-nın qiyməti 0 varsa, deməli, heç böləni yoxdur da bu ədədin, o deməkdir. Aydındır, Leyla? Biraz qarışıq. Başa düşürəm mən də. Tamam, biraz qarışıqdır, amma çox da çətin deyil, yəni. Klaviaturadan arasında bir boşluq işarəsi olmaqla daxil ediləcək sətri tərs ardıcıllıqla deyir, çap eləyən proqramı vurun. Təbii ki, burada da reverse deməli, atributundan istifadə eləyəsinik. Reverse tərsinə çevirmiş olur, tərsinə çevirir. Bir boşluq işarəsi olmaqla daxil ediləcək sətr. Bax, Leyla, n bərabərdir, int input deyiriksə, tam ədəd daxil eləyir. Amma əgər susma halında biz sadəcə olaraq input yazırıqsa, input sətir tipində ədəd daxil edir. Qabağında int varsa tam ədəd, tək input varsa sətir tipində bir ədəd daxil etmiş olur. Və əvvəldən bilirik ki, A bərabərdir. A nöqtə split bölmək deməkdir. Sətri hər dəfəsində nədən bölsün? Məsəl üçün, belə bir şey yazmışdıq. Salam sözünü yazmışdıq. Dırnaqda yazırdıq. Splitin içərisində A hərfini yazırdımsa, S-nı, L-nı, M-nı çap edirdi. Hər dəfə A-dan bölürdü. İndi məndən istəyir ki, bu dəfə hər dəfə deyib bir boşluq işarəsi olmaqla daxil ediləcəkdir sətri tərs ardıcılıqla. Yəni, salam sözü olacaq S, A, L, A mı? Belə boş-boş
ardıcıllıqla siyahı yaratmış olur. Yəni bu şəkildə çap ötürmüş olasıdır. Tamam. Salam sözünü yazdıq. Yazandan sonra da yenə də sonunu bilirəm. A nöqtə reverse-dən istifadə edirəm. Reverse hər dəfəsində siyah sətrimi tərsinə, siyahın tərsinə çevirmiş olur. Siyahını tərsinə çevirir ha. Tərsinə çevirir, yazır M, A, L, A, S siyahıdır. Təbii ki, vergüllər var bunun arasında. Sonra bir dənə də printin içərisində belə istifadə edəcəm join-lə. Join-də siyahını təzədən sətrə çevirmiş olur. Hardan sətrə çevirsin? Deyirəm ki, harda boşluq varsa, oradan həmin siyahını join nəyə çevirsin? A-nı. Bu şəkildə e, sətrə çevirmiş olsun. Bu da olur belə. Ən asanlı demək olar ki, bu idi. Burada da görsən Hello World yazır Leyla. Sözləri tərsinə yazasıdır. Vergül qoyasıdır. Word-ü əvvəldə, hello-nu sonra yazasıdır. Əvvəlcə bunu, bu split bu şəkildə vergül qoyaraq siyahıya çevirir. Siyahıya çevirir. Daha sonra reverse, Word-ü əvvələ, hello-nu sonraya çevirir. Tərsinə çevirmiş olur siyahını. Join-də bu siyahını təzədən dırnaqlara çevirir. Boşluqları da birləşdirmiş olur. Yəni vergülü silir də buradan bir sözlə. Aydın oldu Leyla. Bəli, müəllim. Bu da oldu bizim 30 dənə sualımız. Növbəti 15 nömrəli sınağı verirəm evə işləməyə. Amma harda boşluqların varsa, haram başa düşməmsənsə, bir də təzədən video izahı izləyərsən inşallah. Tamam mı? Belə Leyla. Tamam, Sağ müəllim. ol, gələn dərsə qədər inşallah. Sağ olun. Hələlik. Sağ ol, hələ.